Sona qədər izlə. Çünki bu videonu izləməklə öz təhlil qüvvəvi artırarsan. Çünki xalqımızın 99% bundan xəbəri yoxdur. Trump deyib ki, Amerika ordusu dünyanın ən güclü, ən qorxulu, ən qüdrətli ordusudur. Nə tez yadınızdan çıxdı? Sizin əskərləri necə sındırıb, ağlatdırıb, diz söktürdülər. Weren't my daughter, perhaps I'd be dating her. You know. Stop it! Oh, it's so weird. Stop it. Ivanka, what's the favorite thing you have in common with your father? Either real estate or golf. Donald, with your daughter? Well, I was going to say sex, but I can't relate that. Lider kimi təqdim edirlər. Let's go, ladies. Üzr istəyirəm, bu öz qızına gözünü dikən bir adamdır. Bu dəyyus, alçaq, namərd, qeyrətsiz, namussuz, əxlaqsız, ədəbsiz bir insanı dünyaya lider kimi təqdim edirlər. Dünyaya bir qəhrəman kimi tanıtdırırlar. Sən əgər qəhrəman olsaydın, Fələstin xalqına yardım edərdin, kömək edərdin. Netanyahu 20.000 körpəni qətliam edib. Əgər haqq, ədalət dağılıcı olsaydın, Netanyahunu həbs edərdin. Etmədin, dəstək oldun. Bu sənin iç üzvü tanıtdırır.